Honora münasib və ən sevilən xətti X9A-dan X9D-yə nə artıb, nə güclənib? Gəlin birlikdə baxaq. Honor X9D X9 seriyasını tamamilə yeni mərhələyə daşıyır. Artıq istifadəçilər yalnız daha yaxşı dizayn və performans deyil, həm də gündəlik həyatda real fərq yaradan 8300 mAh-da silikon karbon nəhəng bateriyaya sahibdirlər. Bu X9A-nın 5100 mAh-da, X9B-nin 5800, X9C-nin 6600 mAh-da batereya ilə müqayisədə böyük bir sıçrayışdır. Silikon karbon texnologiyası sayəsində batereya tutumu artarkən cihazın qalınlığı eyni incəlikdə qalır. Özü də bu model nəslinin ən güclü pik parlaqlığa malik 6000 nitə qədər qalxa bilən AMOLED ekrana malikdir. 66 Watt sürətli şarj texnologiyası da istifadəçilərə maksimum rahatlıq gətirir. Cəmi 20 dəqiqəlik enerji ilə bütün gün aktiv qalmaq mümkündür. 50% dolum üçün yarım saatdan da az vaxt lazımdır. Üstəlik 7.5 Wattlıq tərs şarj texnologiyası sayəsində X9D digər cihazlara da enerji ötürə bilər. Qulaqlıqdan ağıllı saata dək hər bir cihaz sizin smartfonunuzdan enerji ala bilər. X9 seriyasının yeni üzvü təkcə batereya ilə deyil, IP69K standartlı qoruma ilə də dayanıqlığı yenidən müəyyənləşdirir. Yüksək təzyiqli suya, toza və düşmələrə qarşı testlərdən keçən X9D açıq havada və ekstremal şəraitdə belə öz etibarlılığını qoruyur. Gündəlik istifadə zamanı yağış, su sıçraması və ya toz heç bir problem yaratmır. Bu qoruma sayəsində telefonun ekranı hətta yaş əllərlə belə reaksiya verir. Bu isə istifadə rahatlığını daha da artırır. Honor X9D təkcə batereya gücü ilə deyil, davamlılıq, sürət və istifadəçi rahatlığı ilə də fərq yaradır. Daha çox enerji, daha çox etibarlılıq və daha az məhdudiyyət.